Davud Peyğəmbərin Zəbur kitabı, ruhani nəğmələr, 9-cu məzmur. Bütün qəlbimlə sənə şükr edəcəyəm, ya Rəbb. Sənin heyrətə salan bütün işlərini nəql edəcəyəm. Səndə sevinib şadlıq edəcəyəm. Sənin adına pərəstiş nəğməsi oxuyacağam, ey Təala. Düşmənlərim geriyə dönən zaman sənin huzuruna görə yıxılıb məhv oldular. Çünki davamı sən görüb haqqımı sən alıbsan. Salih bir davər kimi təxtində oturubsan. Millətlərə acıqlanıb pis adamı yox edibsən. Onların adını əbədə kimi silibsən. Düşmənim əbədi viranəlikdə itib gedib. Onların şəhərlərini binövrədən məhv edibsən. Onlardan hətta bir nişan da belə qalmayıb. Amma Rəbb əbədə kimi səltənət edir. Mühakimə etmək üçün təxtini qurub. O dünyaya salihliklə hökm edəcək. İnsanlara insafla səltənət edəcək. Rəbb məzlum adam üçün pənah yeri, dar günlərdə uca bir qaladır. Sənin adını tanıyanlar sənə təvəkkül edərlər. Çünki səni axtaranlar heç vaxt buraxmazsan. Ey Seyhunda sakin olanlar, Rəbbə pərəstiş nəğməsi oxuyun. Onun nə etdiklərini taifələr arasında elan edin. Çünki tökülmüş qanın intiqamını alan Rəbb onları xatırlayır. O fağırların fəryadını yaddan çıxartmaz. Mənə yazığın gəlsin, ya Rəbb. Ey ölüm qapılarından məni qaldıran, məndən nəfrət edənlər üzündən çəkdiyim zəhmətə bax. Elə ki, sənin bütün həmdini Seyhun qızının dərvazalarında nəql edim. Mən sənin nəcatında şadlıq edəcəyəm. Millətlər qazdıqları quyuya düşüblər. Ayaqları, sərdikləri tora ilişib. Rəbb etdiyi ədalətli işlərlə özünü göstərib. Pis adamlar tarını yaddan çıxardan bütün millətlər ölülər diyarına qayıdacaqlar. Lakin muhtac adam həmişəlik yaddan çıxmaz. Fağır adamın ümidi də əbədə kimi məhv olmaz. Qalx, ya Rəbb. Qoyma insan qalib gəlsin. Qoy millətlər sənin huzurunda mühakimə olsunlar. Onların içinə qorxu sal, ya Rəbb. Qoy millətlər ancaq bəşər olduqlarını anlasınlar. Qoy millətlər ancaq bəşər olduqlarını anlasınlar.